Əziz dostlar, əziz müsəlmanlar, bugün mübarək Şaban ayının 3-üdür. Yəni, bugün Hz. Əbu Abdullahın Hüseyn əleyhissalamın mübarək doğum günüdür, mübarək mövlud günüdür. Hər birinizi bu gözəl mübarək mövlud münasibətilə təbrik edirəm. Allahdan arzum, Allah bu dünyada hər il, deyərdim, hər il sizlərə bu Əbəlfəzl ağanın, İmam Hüseyn ağanın mübarək ziyarətini nəsib eləsin, axirətdə şəfaətin qismət eləsin inşallah. O cümlədən sabah, yəni sabah Şaban ayının 4-ü və o birisi gün Şaban ayının 5-i Hz. Əbəlfəzl ağanın və İmam Zeynul Abidin əleyhissalamın mübarək mövlud günləridir. Bu 3 mövlud münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. Allahdan arzum budur ki, bu 3 ağaları və bütün Əhl-i Beyt əleyhissalamın o mübarək şəfaətləri həm bu dünyada deyərdim, həm ziyarətlərin bu dünyada deyərdim, həm də axirətdə hər birinizə arzu edirəm. Bayramınız mübarək olsun. Hüseyn fədai eşqidir, fəda Hüseynin aşıqı. Hüseyn xudaya aşina, bütün cəmaət Hüseynin aşıqı. Bayramınız mübarək.